Goranboyda 2 iyul Azərbaycan polisi günü qeyd olundu. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayon digər rəhbər şəxsləri və bir qrup polis əməkdaşları 2 iyul Azərbaycan polisi günü ilə bağlı ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək daha şəxsiyyət nəzr xatirəsini ehtiramla yad etdilər. Tədbir iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət edərək Ulu Öndərin xalqına həsr etdiyi mənalı ömür yolunu əks etdirən fotostendlərə baxış keçirdilər. Rayon polis şöbəsində davam etdirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin nəzr xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah rəhmət eylesin. Daha sonra Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsiyyətinə və veteranlarının ünvanladığı təbrik məktubu oxundu. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Prezident Cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında həyata keçirdiyi uğurlu islahatlar və dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışaraq, rayon polis şöbəsinin rəhbərliyini və bütün şəxsiyyətini peşə bayramları günü münasibətilə təbrik etdi. Çıxış edən digər natiqlər Azərbaycan polisinin ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm xidmətlərindən bəhs edərək, polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdilər. Xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi. Təbrik edirəm, uğurlar olsun. Təbrik edirəm, uğurlar olsun. Təbrik edirəm, uğurlar olsun. Təbrik edirəm, uğurlar olsun. Sonunda xatirə şəkli çəkdirildi.